ABŞ-nin Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırdığına dair məlumat həqiqəti əks etdirmir. Bugün TV xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Facebook hesabında paylaşım edib. Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik. Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. Sözü gedən fasilə yalnız immiqrant vizalarına aiddir. Turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir deyə məlumatda qeyd olunub. Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Milli Təhlükəsizlik tədbirləri çərçivəsində 75 ölkənin vətəndaşları üçün immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb. Sözü gedən ölkələr siyahısında Azərbaycan da var. Qərar yanvarın 21-dən qüvvəyə minəcək. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.